Qadınlarda öz kisəsi daşı və digər xəstəlikləri daha çox görülür, çünki onlar qadındır. Zarafat bir yana, bugün güllərimlə bir yerdə sizə 6F qanunundan danışmaq istəyirəm. Hansı ki, öd xəstəliklərində direkt olaraq risk faktorlarını açıqlayır çox gözəl şəkildə. Burada 6F F ilə başlayan 6 komponentin birləşməsindən ibarətdir. Birinci F-imiz familidir, yəni kiminsə ailəsində yaxın qohumlarından söhbət gedir. Öz kisəsi xəstəlikləri varsa, həmin şəxsdə də onun olma ehtimalı yüksəlir. İkinci F-imiz femaledir, yəni qadın. Qadın cinsiyyətində, ümumiyyətlə qadınlarda bu xəstəlik daha çox görülür. Üçüncüsü fet, yəni artıq çəki deməkdir. Yəni yüksək çəkisi olan qadınlarda və yaxud da yüksək çəkili artıq çəkili insanlarda bu xəstəliklərin görülmə ehtimalı artır. Dördüncü F-imiz 40-dir, yəni 40. 40 yaş ətrafı yenə xəstəliyin ümumiyyətlə 40 yaş ətrafı bu xəstəlik üçün risk faktoru sayılır. Növbəti F-imiz fair, yəni açıq dəri tipi. Ümumiyyətlə açıq dərili insanlarda xəstəliyin görülmə ehtimalı da yüksəlir, risk faktoru sayılır bu. Və sonuncu F-imiz də fertil, yəni doğuşla əlaqədar. Bir qadın daha çox doğuş həyata keçirirsə, onda bu xəstəliyin görülmə ehtimalı da artır. Yəni doğuşun özü də, doğuşun sayının artması da bir risk faktorudur. Gördüyümüz kimi bu öd kisəsi daşı və digər xəstəlikləri qadınlarda orta yaşlı, 40 yaş ətrafı, ağır çəkili, daha doğrusu artıq çəkili, çox doğuş keçirən qadınlarda və üstəgəl də ailəsində bu problem varsa, həmin şəxslərdə xəstəliyin görülmə ehtimalı daha da yüksəlir.